kiməsə bir hədiyyə verirlər, hədiyyə. Sonra nəysə bir münasibət biraz dəyişən kimi zəng eləyir, ya xəbər göndər ki, o hədiyyəni qaytardalar. Bu barədə siz nə deyərdiniz? Bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləm hədiyyəsini geri alan insan qusuntusunu yemiş insan, qusuntusunu yeyən it kimidir. Əssalam. Aydın. Allah razı olsun. Yəni belə deyim də, bu nə müsəlmana, nə belə insan tayfasında yaraşan bir şey deyil. Qardaş, hədiyyə nə zaman istəyərək verilir hədiyyə, yəni sevərək verilir hədiyyə. Yəni bu şey məcburiyyət olmayandan sonra sən bu şeyi verib keçmişsənsə, niyə qayıtmalısan bu şeyi? Gəlməlidir, hədiyyə bir şərt, bir an, yəni ki, bir halda geri tələb oluna bilir. Bir halda sadəcə. O da ki, əgər verdiyin hədiyyə Allaha asilikdə sərf olunacaqsan. Allaha asilikdə. Yəni sən bir adama saat hədiyyə eləmişsən, bu saatı satıb gedib araq alıb içəcək. Bu halda hədiyyəni ala bilərsən. Yoxsa sadəcə orta bozuldu deyə, orta soydu deyə, inciklik oldu deyə. Belə şeylərlə qardaşlar, hədiyyə geri alınmır bu. Bu, yəni müsəlmana yaraşan şey deyil bu. Rasulullah buna sərt misal çəkdir ki, bu müsəlmana qınamaq olaraq yetər. Yəni qusuntusunu yeyən itərə bənzədir Rasulullah hədiyyəsini geri alan insan. Bu da bəsdir, yəni bundan artıq biz nə istəyə bilərik? İxlasla.com saytı tərəfindən təqdim olundu.